Dostlara, qonşulara baxıram. Bahalı avtomobil sürür. Villa kimi evdə yaşayır. Mənim niyə olmur? Allah məni unudub? Bu sual çox insana yüklənir. Qəlb daralır. İnsan özünü kimsəsiz, Allahın diqqətindən uzaq hiss edir. Amma həqiqət budur ki, Allah heç kəsi unutmur. İslamın baxışı belədir. Dünya müvəqqəti və imtahan yeridir. Bəzən başqalarının maddi zənginliyi gözümə alır, amma bu zənginlik onların xeyrinə və ya axirət üçün faydalı olmaya da bilər. Həqiqi mükafat Allahın razılığı və axirətdəki bərəkətdir. Maddi fərq sənin dəyərini müəyyən etmir. Quran bunu xəbərdarlıq edir. Dünya həyatı oyun və şənlikdən başqa bir şey deyildi. Amma Allahdan qorxanlar üçün axirətdə daha yaxşıdır. Yəni, sənin üçün gecikmiş bir bərəkət ola bilər. Allah səni unutmur. Sadəcə hər şeyin vaxtı və ölçüsü onun hikməti ilədir. Sən çalış, dua et, səbr et və Allaha etimadını itirmə. Nəticə, maddi müqayisə qəlbi qaranlıq edir, amma Allahın diqqəti hər zaman sənin üzərindədir. Əsl zənginlik və xoşbəxtlik Allahın razılığı və axirətdəki mükafatdır.